Əziz və dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Çox sayılı xahişlərinizi nəzərə alaraq bugünkü gün sizə həyət evi sözünün əsl mənasını göstərəcəm. Həyət, geniş ev, yəni buradakı komponentlər məhz bax sizlər üçün axtarıb tapdığımız evlər içərisində olan ən mükəmməl, ən gözəl bir təklifdir. Keçirik bax bu həyətyanı hissəyə. İnsanın beyni o qədər sakitləşir ki, burada. Qiyməti də münasib bir qiymət. Yəni əvvəldən baxıb 500 min, 600 min falan fikirləşməyin. Normal bir büdcəyə əla bir həyət evi göstərəm sizə. Videonun daxilində qiyməti açıqlayacağam. Evimizin ümumi sahəsi 10 sot torpaq sahəsində inşa olunub. Yerləşmə yeri də çox mükəmməl bir yerləri. Həyətyanı hissəsini görürsünüz. Yəni bacardığımız qədər bu video təqdimatı sizə geniş bir konseptdə göstərəcəm ki, bütün detallarını, bütün incəliklərini diqqətlə baxasınız. Güllü, çiçəkli, gözəl bir həyətyanı hissəsi. Evimizin giriş qapısıdır. Bu videoya diqqətlə baxın, çünki tam ətraflı şəkildə bütün görüntüləri diqqətlə göstərəcəmsə baxın. Deməli, burada həyətdə belə bir hovuzu var. Evimiz hardasa, deyim də sizə, bir 13 il bundan qabaq inşa olunub. Yəni, məhz bax, bunun tikintisini mən öz gözümlə görmüşəm. Yəni, çox mükəmməl. Bir dənə gəzəmi Tomsa buradan ümumi sahəsini göstərək. Yerləşmə yeri çox mükəmməl. Yəni, bugünkü gün burada elə boş torpağın qiymətdən satılır bu evimiz. Hansı ki, bu yerləşdiyi ərazidə, bax, bu evimiz bu boş torpağın qiymətdən satılır. 10 sotda həyətində üzüm tənəkləri, hər cürə meyvə ağacları, bax, gül, çiçək. Yəni, bu həyəti bugünkü günə qədər belə saxlayıb ərsiyə gətirmək, özü də bir müəyyən bir xərc tələb edir. Yəni, bunun bağbanı var, bunun həyətini təmizləmək üçün işdə tutmaq lazımdır. Çox gözəl, yəni ərsiyə gətirilmiş mükəmməl bir evdir. Yəni, həyət evi arzusunda olan müştərilərimiz var. Ha? Bakı şəhərində şəhərə köçüb həyət evini qurmaq istəyən müştərilərimiz üçün çox əla bir təklifdir. Nəzərinizdə olsun ki, yəni 3 otaqlı bir mənzilin qiymətdən satılır bax bu evimiz. 3 otaqlı, 3 otağa düzəlmə mənzilin qiymətdən satılır. Bax, gördüyünüz kimi gözəl bir əriyə ağacımız var həyətdə. Deməli, keçirik buradan həyətyanı hissəsindən. Gözəl bir söhbətgahı var. Baxın, bax, burada belə bir söhbətgahı var. Bu hissədə manqalnisidir. Hər bir detalı, yəni hər bir incəlik yüksək səviyyədə düşünülüb. Bax, burada qəşəng bir söhbətgahdır. Bu gün oktyabr ayının neçəsidir? Oktyabr ayını sən də bilmirsən, dəqiq gözlə. 26 oktyabr. 26 oktyabrdır. Yəni, demək olar ki, payızdır. Yəni, həyətdə, bax, belə gözəl yaşıllıq var. Yəni, bunun özü də bir zəhmət tələb edən bir şeydir. Deməli, düşün aşağı zəhmət olmasa, bir dənə sol hissəni tam göstərmə. Çünki ərazini tam göstərə bilmirik. Ev sahibinin gəlib bu bizim əmlakçı yoldaşlar qapısını döyüb narahat edirlər. Yəni, evimizin satışı sırf bizdədir. Deməli, belə bir həyətyanı hissəsidir. Buradan qaraj hissəsidir. Bu hissədə həyətdə yay mətbəxidir. Bir dənə zəhmət olmasa buradan ümumi göstərək həyətyanı hissəsini. 0.5-dədir, birdədir. Aha, böyük bir 0.5 elə, ha. Gördüyünüz kimi, bax, belə bir geniş həyətyanı hissəsidir. Baxın, burada deməli sizə göstərmədim. Həyətdə gözəl bir çay daşları ilə qız qalası yığılıb. Yəni, bunların hamısını keçək. Qiymət elə bir qiymətdir ki, yəni yerləşmə yeri Masazırda, Masazırın tam yaxşı bir yerindədir. O müştərilər zəng vurub soruşduğu yerindədir. Yəni, hamınızın axtardığı bir yerdir. Buradan bir dənə həyətyanı hissəsini göstərək, keçək evimizin içəri hissəsinə. Həqiqətən də, bax, bugün sizin tam arzuladığınız gözəl bir evdir. Yəni, bu gözəlliyi kimi istəmə. Səhər-səhər durursan yuxudan, bax, qəşəng, bəh. Yəni, bu güldən, çiçəkdən özün üçün keyf tapırsan. Keçirik evimizin içəri hissəsinə. Həyətyanı hissəni yekunlaşdırıram. Amma həyətdə elə nöqtələr var ki, sizə göstərmədik. Gəlib özünüz gözünüzlə görərsiniz. Yəni, bu qiymətə bunu burada əlsiyə gətirmək mümkün deyil. Keçirik içəri. Daxili hissəsini göstərirəm sizə. Yəni, illərin tikilisidir. Çox mükəmməl bir təklifdir. Bir dənə 05 ilə göstərək evimizin içərisini. Giriş hissəsidir. Bax, gördüyünüz kimi giriş qapıdır. Tavan hündürlüyü 3 metrə. Hardasa 13-14 ilin inşa olunan evidir. 13-14 ilin təmiridir. Əziz və dəyərli izləyicilərimiz. Birinci mərtəbədə olan qonaq otağıdır. Baxın, belə bir səliqəli bir qonaq otağıdır. Klassik üslubda təmir olunmuş evlərdəndir. Yəni, qiymətini də açıqlayıram sizə. 10 sotda 285 min manat. Bax, burada torpağın qiymətidir bu. Yəni, 10 sotu bu dəqiqə, bax, burada 320 min manat, 330 min manata yəni satırlar. Alanlar da var, bina inşası aparırlar. Yəni, elə bir yerdə yerləşir. Gördüyünüz kimi geniş bir mətbəxi, evimizin daxili görünüşünü bacardığımız qədər, yəni az bir dəqiqəli təklifdə göstərdik ki, videomuzun
təqdimat forması geniş olmasın. Deməli, düşürük aşağı hissəyə. Burada evimizin saunasıdır. Gəl zəhmət olmasa. Biraz tez gəl. Bax, burada paltar dəyişmə otağıdır, hamam otağıdır. Bir dənə zəhmət olmasa tez keçək. Bax, burada saunasıdır. Qalxırıq evimizin üst mərtəbələrinə. Bir dənə videonu saxla. Qalxırıq ikinci mərtəbəyə. Və bugünkü gün qiymətinə görə, yəni çox yaxşı bir təklifdir bu evimiz. 285 min manata, 10 sotda, içində bax belə bir qəşəng tikilisi də olan əla bir evimizdir. İkinci mərtəbədə geniş bir zalımız mövcuddur. Bax belə geniş ölçüdə bir zalı var. Əşyaları danışmaq olar, yəni çox güman ki qalacaq. Yəni əşyalar qalacaq. Belə bir geniş xol hissəsidir. Zal kimi istifadə olunur. Burada evimizin bax belə bir yataq otağıdır. Belə bir geniş şəkildə yataq otağı var. Gəl zəhmət olmasa. Deməli, baxın, bu hissədə digər bir yataq otağıdır. Səliqəli. Və burada sonda isə sizə ikinci mərtəbədə olan sanitar qovşağıdır. Birinci mərtəbədə sanitar qovşağı var. Üzrü sanki göstərə bilmədim. İkinci mərtəbədə olan sanitar qovşağıdır. Və burada da evimizin bax belə bir eyvan hissəsidir. Qiyməti 285 min manatdır. 10 sotdadır. Əlaqə nömrəsi ilə 055 966 45 00 nömrəmizə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Sağ olun, salamat qalın.